Salam dostlar, Bitloş kanalı olaraq bugün sizə tradingdə ən güclü konseptlərdən biri olan order bloku izah edəcəyim. Order blok nədir, necə tapılır, necə istifadə olunur və ən əsası sizi necə daha dəqiq trade qərarlarına gətirir. Gəlin rahat və nümunələr üstündə baxaq. Order blok nədir? Order blok böyük traderlərin, yəni böyük pulların bazara daxil olduğu zonadır. Yəni bura elə bir ərazidir ki, elə bir zonadır ki, banklar, fondlar və böyük trading şirkətləri buradan alışlar, satışlar edirlər. Bu səbəbdən market buraya qayıtmağı sevir. Yəni market üçün bura daha önəmli zona sayılır. Çünki həmin zonada yenidən likvidlik var, yenidən maraq var. Sadə dillə desək, order blok böyük pulların izi deməkdir. Order blok necə tapılır? Order blok adətən trendin sonundakı son əks şam olur. Yəni up trend üçün, yəni qalxan trend üçün qalxışdan əvvəl son düşən şam, yəni son qırmızı şamın iynə ucları və gövdəsi, down trend üçün, yəni düşən trend üçün son əks şamın, yəni düşən trenddə son qalxış şamının, yaşıl şamın iynə ucları və gövdəsi nəzərə alınır. Bura bizim order blok ərazimiz sayılır. Order blok təbii ki, təsdiqsiz sayılmır. Necə təsdiq olunur? Məsəl üçün, down trenddə son yaşıl şamı orada struktur qırılmadan order blok saymaq olmaz. Yəni, burada son dip qırılmadan bura order blok sayıla bilməz. Up trenddə son təpə qırılmadan, struktur pozulmadan bu son düşüş şamı order blok sayıla bilməz. Bunlara diqqət eləmək lazımdır. Demək, o bazarda necə işləyir? Deməli, market hərəkət edir, deyək ki, qalxışı göstərir, order blok yaradır, təpə qırılaraq bura order blok yaradır, qiymət uzaqlaşır, yenidən order bloka qayıdır, burada ya dəstək kimi tutunur və müqavimət kimi rədd edilir və ya müqavimət kimi rədd edilir və buradan güclü reaksiya gələrək qiymət hərəkət etməyə başlayır. Sadə qayda. Bunu əsas yadda saxlamaq lazımdır. Up trend varsa, yəni qalxan trend varsa, bullish order blok axtarırsınız. Down trend varsa, yəni düşən trend varsa, bearish order blok axtarırsınız. Order blok tək strategiya deyil və bu strategiya EMA, FVG, RSI, market strukturla birlikdə işləyir və birlikdə güc yaradır. Və order blokda olan səhvlər barədə də məlumat verim. 90% trader burada yanılır. Baxın, bu sayacağım yerlərdə yanılır. Yəni, hər qalın şamı order blok zənn edirlər. Trendə əks order blok ola bilsin, görürlər, bir də görsün. Order bloku təsdiqsiz işarələyirlər, yəni təsdiq olmadan order blok zənn edirlər və order bloku tək istifadə edirlər. Necə istifadə etməliyik? Trend istiqamətini müəyyən edirik, əks son şamı tapırıq, zonanı işarələyirik. Məsəl üçün, uptrenddə son qırmızı şamın iynə uclarını və gövdəsini işarələyirik. Qiymətin ora qayıdacağını və oradan impuls alacağını gözləyirik. Girişimizi qoyuruq order blokun orta xəttinə. Stop lossumuzu qoyuruq order blokun altına. Düşən trenddə isə order blokun üstünə. Və qiymət gəlir ora qayıdıb impuls alanda əməliyyata daxil oluruq. Hədəfimiz isə olur son, keçmiş qrafikdəki son təpə. Son ən hündür təpə. Ən hündür demək son təpə və yaxud düşəndə də son dip. Order blok sadəcə xət çəkmək deyil, böyük pulların düşüncə tərzini oxumaqdır. Əgər bunu düzgün başa düşsəniz, bazara qarşı yox, bazarla birlikdə hərəkət edəcəksiniz. Bu videonu bəyəndinizsə kanala abunə olun, çünki çox yaxında çox sizi maarifləndirəcək dərslərimiz davam edəcək. Suallarınız varsa yaza bilərsiniz, kommentlərə yaza bilərsiniz, yəni suallarınızı verə bilərsiniz. Növbəti dərslərimizdə də o sualları cavablandıracağıq. Beləliklə, yekunlaşdırmamışdan öncə sizə bunu real qrafik üzərində də göstərmək istəyərdim. Məsəl üçün, gördüyünüz Ethereum 1 saatlıq qrafikidir. Qiymət burada son bu hissədə
qalxışa doğru, yəni uptrend yaratmağa başlayıb və struktur pozlaraq burada order blok yaradıb. Bunu biz işarələyirik. İğnə uclarını və gövdəsini nəzərə alırıq. Bura bizim sayılı bullish order blokumuz. Bura sayılacaq bizdə bullish order blok. Giriş yerimiz tam olaraq bunun orta xətti olacaq. Limit də ata bilərsiniz, impuls da gözləyə bilərsiniz. Stop lossumuz olur order blokun altı. Hədəfimiz isə olur son təpə. Gördüyünüz kimi qiymət uptrend yaratmağa başladı, yəni qalxış trendi yaratmağa başladı. Order blok formalaşdı. Biz order bloku seçdik. Ortasına giriş əmrimizi qoyduq. Qiymət gəldi order blokdan yenidən bizi götürdü və son təpəyə doğru, hədəfimizə doğru hərəkət etməyə başladı. Bu qədər. Bizimlə qalın, bizi dinlədiyiniz üçün minnətdaram. Gələn dərslərdə görüşənədək.